xüsusiyyətlər. Biri Qədir gecəsidir və biri də Əmir-ül-Mömininin yaralanmağı gecəsi. Həqiqətən insan Əmir-ül-Mömininin haqqında danışanda bilməyi nə danışsın. Mən şəxsi təcrübəm deyim, və bilim də kim də Əmir-ül-Mömininin haqqında danışsa halımda qali. Misal üçün, çıxaram Əmir-ül-Mömininin şəcaətindən danışıram, evə qayıdandan sonra pişman olaram. Deyirəm, mən niyə haqqında olan hədislərdə danışmadım? Haqqında olan hədislərdə danışsam, qayıdandan sonra evə pişman olaram. Deyirəm, niyə nazil olan ayətlərdən danışmadım? Nazil olan ayətlərdən danışsam, evə qayıdandan sonra pişman olaram. Deyirəm, mən niyə Əmir-ül-Mömininin əxlaqından danışmadım? Belə, Əmir-ül-Mömininin nəyindən danışsan, haqqın ödəməyəcəksən. Əmir-ül-Möminin sizə bir misal verim. Kim kərə insan bir bağa geçər, meyvə bağına. Müəyyən bir meyvələrə gözü düşər, xoşlar özün. Əmir-ül-Mömininin bağına geçəndə bütün xüsusiyyətlərə gözü düşür. Bilməyəsən nədən danışasan. Mükəmməl insanın haqqında danışmaq ən çətin şeydir dünyada. Kufədə namaz üstən, halı səcdədən, başı zərbətlənən ağıya salam olsun. Səslədin and olsun Allah'a, Ali xalas oldu bu dünyada.